Salam dostlar, gəlin sizinlə belə bir ifadənin qiymətini hesablayaq. Modulda 4 çıx kökdə 17 topla modulda 5 çıxılsın kökdə 17. İndi gəlin modulun xassəsini yadımıza salaq ki, bu ifadəni həll etmək üçün biz modulun daxilindəki ifadənin mənfi və yaxud da müsbət olduğunu bilməliyik. Bunun üçün mən 4'ü kök işarəsinin altına salmaq istəyirəm. Bu edəcək kökdə 16. 5'i kök altına salanda kökdə 25 edəcək. Və aydın məsələdir ki, birinci modulda mənfi işarəsi yaranır. Çünki kök 16 kök 17'dən kiçikdir. İkinci modulun daxilində isə kök 25 çıx kök 17 ifadəsi var. Bu isə müsbət işarəli olacaq. Elə isə modulun xassəsi bizə nə deyir? Biz mənfi işarəli modulu əks qiymətlə çıxarmalıyıq. İkinci modul müsbət olduğuna görə ifadə olduğu kimi moduldan çıxır. Gəlin baxaq ifadəmizin qiyməti nə olacaq? Kök 17 çıx kök 17. Burada da mənfi 4 topla 5 bizə verəcək 1 qiymətini.